Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz inanc dünyamızın və müasir cəmiyyətin əsas problemlərindən biri olan xurafat və xurafatçılıq mövzusuna həsr olunub. Həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat Fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qəmbərovdur. Asəf müəllim, xoş gördük. Asəf müəllim, bugün sizinlə xurafat və xurafatçılıq mövzusunu müzakirə edirik. Bu, hər zaman cəmiyyətin ən azından dini bilən şəxslər tərəfindən problem olaraq görüldüyü bir məqamdır. Cəmiyyət arasında müəyyən hallarda çox yayıldığını görürük. Bəzi kəsimlərdə xurafat və xurafata meyillik daha çox olur. Bəzilərində bundan qaçmağa dair meyillər olur. Ümumiyyətlə, biz xurafatı necə tərif edirik? Əvvəlcə buradan başlayaq. Xurafat nədir? Xurafatçılıq biz nəyə deyirik? Və bunun dindəki yeri nədən ibarətdir? Xurafat və yaxud məfhumat dediyimiz məsələ, fenomen, hadisə, yəni bütün zamanlarda və bütün cəmiyyətlərdə yayılıb. Bu hər zaman olub. Baxmayaraq ki, biz indi 21-ci əsrdə elmin, fəlsəfənin, təhsilin inkişaf etdiyi bir dövrdə yaşayırıq. Keçmiş dövrlərdə olduğu kimi günümüzdə də bəzi məfhumatlar var, xurafatlar var. Əlbəttə bunların bəziləri keçmişin qalıntılarıdır. Keçmişdən gəlib günümüzə çıxıb, ənənəvi formada gəlib çıxıb. Amma elə məfhumatlar və elə xurafatlar da vardır ki, onlar ümumiyyətlə müasirdir. Yəni xurafatı sadəcə keçmişlə və yaxud sadəcə də dinlə əlaqələndirmək də tam obyektiv olmur. Çünki dünyəvi olan, sekulyar olan məfhumatlarda, xurafatlarda var. İzahlı lüğətdə istər məfhumat, istər xurafat olsun, belə izah olunur ki, ağlı və məntiqə sığmayan, irrasional, elmi əsası olmayan hadisələr, inanclar, fikirlər. Daha doğrusu bunlar düşüncələrlə əlaqəli məsələlərdir. Mövhumat ərəb dilindəki vəhm sözündən gəlir. Vahimə sözü ilə də qohumdur. Qorxu mənasına gəlir vahimə. Vəhm və yaxud mövhumat və yaxud xurafat əslində olmayan, amma insanın xəyal etdiyi, yəni olduğunu sandığı, amma əslində olmayan şeylərdir. Yəni bu məncə kifayət qədər bu açıqlayıcı bir məsələdir. Yəni əslində yoxdur, amma siz onu var kimi bilirsiniz. Məsələn, xəyalətlər üçün bunu deyirlər. Məsələn, cadugərlik üçün, məsələn, siz elə hesab edirsiniz ki, irrasional və yaxud da ki, fövqəlbəşər bir formada birinə təsir eləyirsiniz, amma o təsir yoxdur, amma siz onun var olduğunu sayırsınız. Elmi əsası olmayan hər şeyi, deməli, məfhumat sayırdılar. Ona görə dindarlıq, ruhaniyyatçılıq, mənəviyyatın hamısını məfhumat sayırdılar və adətən deyirlər ki, filan kəs bərk məfhumatçıdır. Yəni demək istəyir ki, o insan inanclıdır. İnanclı, şəxsi həyatında dindardır mənasında. Bəli, yəni mənəvi nəsə inancları var və s. Amma orada ayırmaq lazımdır. Yəni dinin içərisində də ortodoksal din var, bir də xalq dini var. Bu ayrı bir məsələdir. Yəni dinin içərisində də məfhumat və xurafat ola bilər, amma dinin özünün də bir əsli, bir ortodoksal tərəfi var. Məfhumatla bağlı bilməmiz gerəkən bir mühüm məsələ odur ki, məfhumatı təyin edəndə, müəyyənləşdirəndə bir nisbilik amili ortada var. Yəni birinin məfhumat saydığı şey digərinə görə bir inanc ola bilər və yaxud da ki, bir dinin içərisində də müxtəlif cərəyanlar olduğuna görə birinin inancı başqası üçün məfhumat sayıla bilər. Dinlər arasında da, məsələn, bir din başqa bir dini deyir ki, özünü səmavi adlandırır. Yəni biz buna sırf deskriptiv nöqteyi nəzərdən yanaşsaq, səmavi dinlər qeyri-səmavi olan dinləri məfhumat sayarlar. Məsələn, necə? Bizim semitik dinlər dediyimiz Yahudilik, Xristianlıq və İslam səmavi din hesab olunur. Bu dinlərin daşıyıcıları tərəfindən və paqanizmi onlar məfhumat sayılır. Yəni bütpərəstlik, paqanizm, çox tanrılıq kimi inancları məfhumat sayılırlar. Yəni burada hər zaman bir nisbilik amili var. Yəni bunu nəzərə almaq lazımdır ki, biz məfhumatın müəyyənləşdirilməsi üçün əlimizdə belə obyektiv, dəyişməz meyarlar yoxdur. Ona görə də bir şeyə məfhumat olaraq təyinatlandıranda, müəyyənləşdirəndə biz burada bilməliyik ki, nəyə əsasən və kimə görə.
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayan heyvanları haylayan çobanın məsəlinə bənzəyir. Onlar kar, lal və kördürlər. Haqqı anlamazlar. İslam nöqteyi nəzərindən biz mövhumatı və ya xurafatı necə təyin edirik? Bəli. Nəyə əsasən bir inancın və ya davranışın xurafat və ya mövhumat olduğunu deyirik? Bəli. Bu önəmli bir sualdır. Yəni buraya işarə etdiyiniz üçün təşəkkür edirəm. Dinlərin hamısının bir nəzəri və bir kitabi tərəfi olur. Bir də xalq dini deyilən bir tərəfi olur. Yəni sosioloqlar dinləri bu şəkildə təsnifat eləyirlər. Bu təsnifat nəyə əsaslanır? Hər dinin əsas mənbələri var, təməl mənbələri var. Bunların ilki nədir? Təbii ki, burada Quran gəlir və ondan sonra Qurandan sonra olan sünnə gəlir və Peyğəmbərin yolun davamçıları gəlir və onlardan gələn deməli dini bilgilər dinin əsası sayılır. Məsələn, biz baxanda bu fiqh məktəblərinə görə bu biraz fərqlilik göstərir bəzilərinə görə. Bəli. Amma əsas mənbə götürülür, Peyğəmbərin sözləri, yəni hədisləri və Qurani Kərimin özü. Nəzəriyyəyə, dinin əsas mənbələrinə əsaslandırılmış, istinad edən din anlayışına deyirlər kitabi din və yaxud ortodoksal din. Bu dini nöqteyi nəzərdən, məsələn, İslam nöqteyi nəzərdən biz əgər bir şey mövhumatdırmı, xurafatdırmı və yaxud dindəndirmi müəyyənləşdirmək istəyəndə biz bunlara baxmalıyıq. Təbii ki, bu mənbələr əsasında da müəyyən dini cərəyanlar yaranıb, məzhəblər yaranıb, təriqətlər yaranıb və s. Onların öz mənbələrinə uyğun gələn şeyləri onlar din sayırlar, ortodoksal din sayırlar. Bu mənbələrdən kənarda olan və yaxud da ki, əsas mənbələrdən, ana dini cərəyanlardan kənara çıxmaları da sayırlar mövhumat və yaxud dini termindən desək buna bidətçilik də deyirlər, yəni yenilik. Dində yenilik. Bu nöqteyi nəzərdən biz baxanda din və din adamları öz dinin əsli mənbələrinə görə müəyyənləşdirməyə çalışırlar. Bunun öz içində belə müxtəlif mübahisəli məsələlər var. Yəni nisbi olan məqamlar çıxa bilər ortaya. Bir adam sayır ki, Quranın filan ayəsi bu mənaya gəlir, amma başqa biri onu fərqli şəkildə təfsir eləyə bilər. Yəni bir dinin öz içində belə, yəni ortodoksal dediyimiz dinin içində belə fərqli fikirlər yarana bilər. Bunlar çox təbiidir. Yəni bu ilahiyyat nöqteyi nəzərdən bəlkə burada mübahisəli sayıla bilər, amma sosioloqlar və dinin fəlsəfəsi ilə məşğul olanlar üçün bu tamamilə bir interpretasiyadır. Yəni dinin şərhi məsələsidir. Yəni siz bir Quran ayəsini və yaxud sünnədən olan bir sözü fərqli şəkildə şərh eləyə bilərsiniz, digəri fərqli şəkildə şərh eləyə bilər. Onu dinə əsaslandıranlara görə bu olur din, amma fərqli şəkildə izah edənlər üçün bu mövhumat da ola bilər. Yəni mən burada çox nisbiliyə əsaslandırmaq istəmirəm məsələni, amma yenə də bilmək lazımdır ki, istənilən halda biz əsas mənbələrə istinad etsək belə, yenə də nəyin mövhumat olub olmadığı ilə bağlı müəyyən müzakirələr, fikir ayrılıqları var. Amma elə məsələlər də vardır ki, demək olar ki, din alimlərinin əksəriyyəti onu mövhumat sayırlar. Yəni belə şeylər də çox yayılıb. Bəzən xalqın əksəriyyətində, sıradan insan din barəsində çox məlumatı olmayan insanların nəzərində xurafat çox bəsit əməllər ətrafında şəkillənən, formalaşan davranışlar olaraq görülür. Məsələn, ağaclara gedib nəsə bağlamaq və ya nə bilim, hər hansı pirləri ziyarət etmək, ziyarət yerlərini ziyarət etmək, bunlar xurafat götürülür. Amma əslində xurafat bunlardan daha geniş bir anlayışdır. Elə mi? İstəyərdim, bax, bunu aydınlaşdırasınız. Bəli, çox gözəl qeyd etdiniz. Bəzən xurafat sırf bu xalq dini dediyimiz praktikalarla əlaqələndirilir. Dediyiniz məsələlər, ağaclara nəsə ip bağlamaq, pirlərdən nəsə ummaq, nə bilim, oralarda qurban kəsmək, göz dəymə kimi bəzi hadisələr. Amma bu həqiqətən də çox geniş bir anlayışdır
Xurafatın dini tərəfi ola bilər, qeyd etdiklərimiz nisbətən dini və yaxud yarı dini. Bunlara yarı dini inanclar da deyirlər. Məsələn, gözdəymə ilə bağlı məsələn fikirlər, düşüncələr. Bu yarı dini bir xarakter daşıyan bir şeydir. Bəzən bu xurafatlar çox dünyəvi və sekulyar da ola bilər. İndi onların da bəzi misalları mən çəkəcəyəm və bəzən də fərdi ola bilər. Ümumiyyətlə xurafata və mövhumata meyilli bir varlıqdır insan. Yəni insanın rasional olması üçün onun düşünməsi lazımdır, təfəkkür etməsi lazımdır, analiz etməsi lazımdır. Yəni rasional davranmaq çətindir, amma intuitiv davranmaq daha rahatdır. Nə üçün? Çünki oraya bizim meylimiz var. Bu insanın mədəni inkişafı ilə bağlı bir məsələdir. Yəni keçmişdə qalan şeylərə biz çox rahat inanırıq. Misal üçün fərdi mövhumata bir misal, çox misallar verilir. Özümüz də qarşılaşırıq. Məsələn, bir tələbə bir imtahanda bir qələmlə imtahanı yazıb və çox yaxşı qiymət alıb. O hər zaman ondan sonra həmin qələmlə imtahanlara girib yazmağa çalışır ki, bəlkə də ona uğur gətirir. Onda bir uğur görür. Sonra bir məşhur bir şahmatçımız vardı bizim. O hər zaman bir köynəklə hər zaman görünürdü ki, yarışlarda iştirak eləyir. Deməli, o hardasa ona uğur gətirəcəyinə sanki inanır. Yəni bunun kimi idmançılar arasında da belə şeylər çox yayılıb. Görürsünüz ki, müəyyən ritualları var. Həmişə onu eləyirlər ki, o ona uğur gətirəcəyinə inanır. Ən azından psixoloji olaraq özünü rahatladır ki, mən bunu etmədim. Yəni bu şəkildə hətta fərdi ola bilər. Gələk, məsələn, cəmiyyətdə geniş yayılan dini olmayan mövhumatlara, xurafatlara. Məsələn, bu qaraskoplardır, ondan sonra ulduz fallarıdır, bürclərlə bağlı müəyyən düşüncələrdir, filan bürcdə olan belə xasiyyətdə olar. 12 bürc var, amma milyardlarla insan var. Yəni bu milyardlarla insanı 12 tipə ayırmaq bu qeyri-mümkün bir şeydir də. Yəni amma yenə də insanlar bu bürclərə və yaxud bu qaraskoplara baxaraq öz həyatı üçün hardasa bir belə deyək də qeyri-müəyyənliyi müəyyən qədər aydınlaşdırmağa çalışır. İnsan qeyri-müəyyənlikdən qorxur. İnsan sabah onun nəyi gözləyəcəyini qorxur. Gözləyəcəyindən ehtiyat eləyir. Gələcəyi bilmir, amma bütün zamanlarda insanlar gələcəkdə nə olacağına dair bir fikir əldə etməyə çalışıblar. Bu onlar üçün şeydir. İnsanlar müharibəyə gedir, təhlükəli bir səfərə çıxır və yaxud da ki, ticarətə, biznesə atılır. Risk faktoru böyük olan yerdə insan bu riski azaltmağa meyl eləyir. Ona görə də bu baxımdan insan bu xurafatlara meyillidir. Bəli, bu tamamilə doğrudur. Bu əl falına baxmaqdır, qaraskopdur, falçıya getməkdir. Bunların narahatçılığı, nigarançılığı nədəndir? Gələcəklə dair ona bir yol göstərməyə ehtiyac duyur. Belə adamlar, belə riskli anlarda da insanlar bu şeylərə meyilli olur. Qeyd etdiyimiz bu məsələlər, yəni bu sekulyar, dünyəvi olan, dini mahiyyəti olmayan bütün şeylərdə biz xurafata aid eləyə bilərik. Yaxşı, deyə bilərsiniz ki, burada bir sual yarana bilər ki, bu nəyi bunun xurafatdır, mövhumatdır? İki şey arasında qarşılıqlı təsir olmadığı halda bir səbəb-nəticə əlaqəsi qururuqsa, deməli burada mövhumat var. Verdiyimiz o fərdi mövhumat misalı. Bir qələmlə bir imtahanı yazdıq, yaxşı qiymət aldıq, imtahandan keçdik. Sanki burada bir fikir yaranır ki, bu qələmin burada bir rolu var. Uğurla bir əlaqəsi var. Əlaqəsi var. Yəni burada yanlış bir səbəb və nəticə əlaqəsi qurulur. Mən təkrar bunu edəndə təkrar nəticəni gözləyirəmsə burada, deməli burada yanlış anlaşılma var. Çox zərərli olmaya bilər bu verdiyimiz misallar. Amma bəzi hallarda böyük zərəri də ola bilər. Bax, mən ora gəlmək istedim, Asəf müəllim. Siz qeyd etdiyiniz kimi, xurafatların müəyyən mənada zərərli olanları var, zərərsiz olanları var və fərdin özü ilə əlaqədar məsələlər var. Bəs bu xurafatlarla ümumi ölçüdə mübarizə aparmaq, ümumiyyətlə bunun cəmiyyətin inancına, fərdlərin inancına, zərərlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu mənada insanlar düşüncə şəkillərini necə formalaşdırmalıdırlar ki, bax bu əsassız inanclar, dini də ola bilər, qeyri-dini də ola bilər, onların həyatlarına müdaxilə edib, onları müəyyən istiqamətlərə, əsassız, boş istiqamətlərə yönləndirməsin. Mövhumatlar və yaxud xurafatların bir çoxu zərərsiz ola bilər.
ona inanıb inanmama, yəni şəxsin özünə qalıb, ona çox müdaxilə etmək də düzgün deyil. Amma biz yanlış bir şeyə, əslində başda verdiyimiz tərifə görə düşünən, olmayan bir şeyin olduğunu zənn eləyərək hərəkət edəndə bu insanlara zərər də verə bilər. Məsələn, bir insanın başına pis hadisələr gəlir, o davamlı olaraq sürəkli uğursuzluğa məruz qaldığını düşünür və getdi falçıya. Falçı dedi ki, sənə cadu edilib, bax kimlərdir, bəs filan kəslər edib bunu. Nə yaranır burada? Düşmənçilik yaranır. Yəni insanlar arasında düşmənçilik yarana bilər. Eyni zamanda insanlardan bu şəkildə sui-istifadə edib ondan nəsə tələb də edilə bilər. Yəni bu şəkildə insanlar aldadıla bilər. Ona görə də mövhumatların hamısı zərərsiz deyil. Yəni burada insanlara zərər verən şeylər də ola bilər. Eyni şey sekulyar xurafatlarda da olur. Son zamanlarda yaşam koçluğu deyilən bir şey çox yayılıb. Məsələn, insanlara deyirlər ki, sən hər şey sənin düşüncəndən asılıdır. Sən müsbət düşünsən, hər şey sənə müsbət görünəcək, bütün qapılar önünə açılacaq. Bəli, kainata müsbət enerji göndərsən, oradan sən alacaqsan. Yəni düşüncə reallığı formalaşdırır mövhumatına əsaslanır bu. Yəni, buradakı mövhumat olan tərəf nədir? Baxmayaraq ki, burada istifadə olunan terminlər enerji, kainat filan, yəni xəyalətlər yoxdur, amma xəyalətlərin adı başqa şeylərdən dəyişdirilib. Amma burada da əgər insanlardan müəyyən şey tələb olunursa, deməli burada da sui-istifadə var, istismar var və s. var. Bu şəkildə insanların manipulyasiya edilməsi mümkündür. Hər bir qeybət edənin, tənə vuranın vay halına. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var dövləti onu əbədi saxlayacaqdır. Xeyr, o mütləq hütəmiyə atılacaqdır. Sən hardan biləsən ki, hütəmə nədir? Bu, Allahın qaladığı oddur. O od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən o od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. Əlbəttə ki, dini xurafatlarla mübarizə dinin öyrənməkdir. Yəni biz dini onun mənbələrindən, dini bilən alimlərdən, ilahiyyatçılardan və yaxud din filosoflarından öyrənəndə biz bilərik ki, nə doğrudur, nə yanlışdır. Araşdıraraq, öyrənərək, maariflənməklə bununla mübarizə aparıla bilər. Yaxşı, bəs dünyəvi olan, sekulyar olan o mövhumatlarla necə mübarizə aparmaq olar? Neynəmək olar? Əlbəttə, burada inzibati bir müdaxilədən yəni söhbət gedə bilməz. Burada sadəcə olaraq insanların analitik zəkasının, tənqidi təfəkkürün inkişafı ilə bunların aradan qaldırılması mümkün ola bilər ki, bütün təhsil sistemi də əslində, bütün tədris prosesi, ali təhsil hamısı buna yönəlib. Yəni insanlar informasiyanın çoxaldığı bir dövrdə eşitdiyi hər şeyə inanmamalıdır. Bir şey keçmişdə belə olub, hər kəs belə qəbul eləyib deyə onu avtomatik olaraq onu qəbul etməməlidir. İnsan araşdırmalıdır, təfəkkür etməlidir. Təhsilin, elmin insana verdiyi o təchizatlarla analiz etməyi bacarmalıdır. İnformasiya çoxdursa, deməli yalan olan, səhv olan informasiya da var bunların içərisində. Ancaq və ancaq biz təhsillə, tənqidi təfəkkürlə və analitik zəka ilə ağıl süzgəcindən keçirtdiyimiz və samballı alimlərin dediklərinə əsaslanaraq biz bunlarla mübarizə apara bilərik. Bəlkə də insanların bir qisminin xurafata meyilliyi əziyyət çəkmədən bir inancı sahibi olmaqdan irəli gəlir. Əslində, rasional düşüncə, eyni zamanda dinin mənbələri ətrafında ağıl yürüdərək nəticələrə gəlmək, sağlam dini inanca sahib olmaq, müəyyən bir çalışmaq, müəyyən bir əziyyət çəkmək tələb edir. Bəlkə də xurafatlara yönəlmək asandır, heç bir əziyyətsiz onu inanmaq, qəbul etmək asan olduğuna görə insanların bir çoxu bu istiqamətə yönələ bilirlər. Asəm mən sizə təşəkkür edirəm. Sağ olun. Mənə elə gəlir ki, bu mühüm mövzunu bu qısa vaxt ərzində çox gözəl əhatə etdiniz. Bu hər zaman öz aktuallığını qoruyur. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə mövzuları yenə sizinlə gündəmə gətirə bilərik. Təşəkkür edirəm gəldiyiniz üçün, dəyərli fikirlərinizi və biliklərinizi bizimlə bölüşdüyünüz üçün. Minnətdaram. Sağ olun, təşəkkür edirəm.
Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.